Gel kardeş gel. Gel güzel kardeş gel. Gel sıx da gözümüzün kökü saraldı. Ay, gel sıx da Allah səni saxlasın. Bir dənə ev çəkməyə gəlib, bax gözəl bir yerdə yerləşir evimiz. Masazı dairəsinə yaxın olan bir ərazidir. 2 mərtəbədir. Altda da proyekti eyni üstdəki kimidir, otaqların sayı. 3 buradadır, 3 aşağıda, 6 otaq gedir. Həyətinə, deməli 2 maşın oradan girir, bir garaj var, altda garaj kimidir. Bir garajına girir. 4 dənə maşın rahat salmaq olar da yəni. 2 mərtəbəli, şəxsi özü üçün tikilmiş evdir. Qardaş, orada həyətdə bax, buradan ki görsək, gəl bir tərəfdən bir dənə çək. Aşağını. Düş oradan bir dənə belə. Gəl, aşağıda qapı var. Burada zəhmət olmasa. Buranı götür ki. Bax, görsən həyətin. Həyətində bulağı da var. Evimiz 2 mərtəbəlidir, yerləşməkdir. Masazının dairəsinə yaxın olan bir ərazidədir. Düz mərkəzi prospekt yoluna yaxındır. Haradasa prospekt yolundan bir 50 metr. Gəl qardaş, gəl yuxarı. Şəxsi tikilidir. Bu evi şəxsi tikilidir. Yəni bunu deməyək ki, kimsə bunu. Bu monolit betondur. Birinci, ikinci mərtəbəsi. Salam aleyküm, hoş gördük. Gəl qardaş ya. Bax, bura yol hissəsidir. Oradan çək binaları. Bax, yolun kənarında olan binadır. Bura yol hissədir, bax belədir, geniş. Giririk içəri. Burada mətbəx, studiya, zal. Böyük bir zaldır. Evdə indi əşyalardan mətbəx mebelidir qalacaq. İndi bəzi əşyalar nə qalarsa, ev sahibi özü deyəcək nə əşyalar qalır. Onun özülə söhbət edəcək. Qiymətini də açıqlayacağım sizə. Yenə deyirəm, bu şəxsi tikilidir. Mətbəx studiyalı, 3 otaqlı. Gəl qardaş. Bunun işıqlarını da yandırın. Keç buranı bir dənə baxışına çək. Yataq otağıdır. Böyükdür. Yataq otağın kvadratı haradasa bir 17 olsa bir 20 kvadrat var yataq otağı. 20 kvadratdır demək olar ki. Zaldakı bir, bax burada belə bir yataq otağıdır. Əşyaların yığıb köç halındadır da qardaşım. Bax bu köç halındadır. Pəncərələrin qabağı da açıqda öz həyatına baxır. Belə bir şey var sənəd işində. Bunun qiymətini, qardaş, 120 minə deyir. Sənədin pulunu çıxacaq. Yəni sənədin pulunu çıxacaq. Lazımdırsa bunu sənədləşdirmək də olacaq. Bələdiyyədə elə bir gedib torpağın sənədini